Bəzi adamlar deyir ki, implant bədəninə düşmür. Bununla bağlı nə deyə bilərsiniz? Ən çox bizə verilən suallardan da biri budur. Ümumiyyətlə, hər bir tibbi müdaxilə əks göstərişi və yaxud da ki, ağırlaşması ola bilər. Yəni, dişə plomb qoyulsun və yaxud da kanallarını doldurulan sement olsun və yaxud da qapaq olsun və s. Hər bir tibbi prosedurun ağırlaşması ola bilər. İmplantın bədənə götürməməsi də məhz bu ağırlaşmadır. Bu nə ola bilər? Əməliyyat düzgün planlanmayıb, düzgün nahiyyə seçilməyib və yaxud da iltihab ocağı olub, həmin iltihaba qoyulub və təbii ki, implant sümüklə birləşməyib. Buna osteointeqrasiya deyirlər. Yəni, sümük toxumaları implantın üzərinə sirayət edir, onu tutur. Bu proses pozulanda implant tutmur, implant düşür. Bunu da bəzi insanlarda olur, bu normal halda ola bilər və insanlarda belə bir şayiə yaranır ki, bəs implant hər kəsə düşmür, reaksiya verir, implant tutmur. Ümumiyyətlə, implant titan materialından istifadə olunur, titan oksid. Bu 1 milyonda bir insana həmin material düşməyə bilər. O çox nadir hallardadır. Hələ ki, yəni mənim rastıma çıxmıyor, olmuyor. Kimdəsə ola bilər. Yəni bu ümumi götürdükdə 0,1% deyil. Ona görə də, bəli, ona görə də implantı rahatlıqla icra edə bilərsiniz. İnsanlar özü müraciət ki, doktor, mən istəyirəm dişmə implant qoyasın. Bu sevindirici haldır ki, artıq insanların düşüncə tərzi dəyişib, müasirləşiblər, özləri axtarır, araşdırır. Artıq 20 ildir bu tamam olur stomatoloq kimi işləmək.